Bismillahirrahmanirrahim. Allah Təbarək və Teala Quran-ı Kərimdə Rəhman surəsində buyurur ki, "Vən-necmu veş-şeceru yescudan." Allah Təbarək və Teala bizə günəş və ayı göstərməklə buyurur ki, bəşər ayıl birinin üstündə durursan, birinin altında durubsan. Heç gör aləmdə səni əhatə eləyənlərdən biri çaşıb, alma çaşıb, heyva çaşıb, noxud çaşıb, buğda çaşıb, heç çaşıb, yağış çaşıb, bulud çaşıb, günəş indiyə qədər gecikib, və sən niyə çaşıbsan, qalıbsan, və sən niyə hesabsızsan? Görərsən, Allah Quran-ı Kərimdə bir-iki yerdə and içər. Amma bir surə var, orada 11 yerdə and içir. Bismillahirrahmanirrahim. "Veş-şemsi ve-zuhaha, vel-qamari izâ tellâha, ven-nehâri izâ cellâha, vel-leyli izâ yaghşâha, ves-semâi ve-mâ benâha, وَالْأَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا وَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا." Peyğəmbər buyurur ki, görəsən Allah bu qədər and içir, mənə nə deyəcək? Axırda buyurur, "Qad əfləhə mən zəkkəhə." Mən zarafat eləmirəm sizlə. Hər kəs çirkin işlərdən özün təmizlədi, təmiz saxladı, o nicat tapacaq. Assalamu aleykum və rəhmətullah.